Axtardığınız adamın şəkli sizdə varsa və onun haqqında məlumat əldə etmək istəyirsə, süni intellektin yaratdığı biz imkanlardan istifadə edə bilərik. Bunun üçün bu səhifəyə giririk. İlk açılan səhifəni açırıq. Həmin adamın şəklini burada yerləşdiririk. Biz aktyor Rafael İskəndərovun şəklini yerləşdirdik. Hər bir yoxlamaq üçün. Bundan sonra şərti qəbul edib axtarışı veririk internet. Və gözləyirik. Beləliklə, həmin insana oxşar insanların siyahısı və onların ümumiyyətlə Instagram hesablarını, Facebookda olan hesablarını, sosial şəbəkə olan hesablarını bizə göstərir və biz o həmin insan haqqında məlumat əldə edə bilirik. Burada vacib bir məlumat da öz əksini tapıb yuxarıda. Yəni çox vacib bir məlumat yerləşdiriblər. Bir çox əlaqəsi olmayan insanlar oxşar görünürlər. Heç vaxt yalnız üz axtarışına etibar etməyin. Unutmayın ki, internetdəki məlumatlar qeyri-dəqiq ola bilər və fırıldaqçılar günahsız insanların foto şəkillərindən istifadə edə bilərlər. Bu şəxs haqqında fikir formalaşdırmazdan əvvəl həmişə bir neçə mənbədən alınan məlumatları 2 dəfə yoxlayın.